Deməli, bir siyasi fəlsəfə, xristianlıq siyasi fəlsəfəsinə görə, deməli, İsa doğulur. İsa yeni təlim gətirir Allah haqqında, deməli, nağıllar, Allahın sözünü gətirir, Allahın xəbərini gətirir və bu peyğəmbər edam edilir. Edam edildikdən sonra, 3 gün sonra yenidən dirilir və qeybə çəkilir. Lakin bu 1000 il sonra qayıdacaq və bu 1000 il ərzində İsa'nın yoxsul balalarını qorumalıdır, idarə etməlidir. Sezar, Roma imperiyası, imperarium, imperator, imperiarium, yəni əlində saxlayan, qoruyan sözündən və onun da başında Sezar dayanır və bu titul bu İsa'nın yoxsul balalarını, Krist, yəni xristianları, kəndliləri, yəni 1000 ilə qədər saxlamalıdır. 1000 il sonra təhvil verməlidir İsa'ya. İsa da Tanrının dövlətini yaratmalıdır. Bu xristianlığın fəlsəfəsi, yəni siyasi fəlsəfəsi. Xristianlıq yarananda dövlətə qarşı mübarizə aparırdı ki, dövlət bütpərəst idi. Lakin dövlət artıq birinci Konstantindən başlayaraq xristianlıq hakimiyyətə gəldikdən sonra deviz dəyişir. Rende à César, ce qui est à César. Yəni Sezarın haqqını Sezara, Qeysərinki Qeysərə, Allahınki Allaha. Və Sezar artıq hansı qanlı cinayətləri eləyir eləsin. Əsas nə idi? Xristianlıq dini, dövlət dinidir. Artıq 4-cü əsrdə Konstantindən sonra başlayır güclənməyə. 4-cü əsrin 80-cı illərində artıq dövlət dini olur, yeganə dini olur. Və elə həmin dövrdə 395-ci ildə artıq imperator Teodofil, deməli, bu imperator bölür Roma imperiyasını iki yerə, oğulları arasında qərbi və şərqi, oriental, oksidental. Oriental, şərqi imperiya deməli, Konstantinopol ətrafında Vizantiya kimi bir 1000 ildə yaşayır. Digər Roma ətrafında olan isə təxminən 476-cı ilə qədər, yəni bir 80 il yaşayır. 476-cı ildə Ostragot və yaxud Ostgot kralı Odiakr, deməli, sonuncu Roma imperiyasını devirdikdən sonra 476-cı ildə Roma imperiyası ləğv edilir qərbdə. Amma şərqdə Konstantinopolda qalır. Lakin bu ləğv etmədən təxminən 320 il sonra 800-cü ildə Böyük Karl kimi tanıdığımız dərsliklərdən orijinalda Charlemagne, Charles le Grand, Karl der Grosse, Karl der Premier, der Erste, Charles le Premier, yəni müxtəlif, yəni Charlemagne, Böyük Karl, deməli, Romaya girir, deməli, tac qoyur, lakin Roma papası Konstantinopoldakı imperatorun reaksiyasından ehtiyat edir. Onu Roma imperatoru adlandırmır, Frank dövlətinin imperatoru adlandırır. Və bu titul, deməli, Karldan sonra keçir oğlu 1-ci Ludovika. Religiöz Ludovik deyirlər, dindar Ludovik deyirlər. 1-ci Ludovika keçir. Ludovikin sağlığında hətta artıq onun 3 oğlu arasında mübarizə başlayır. Böyük oğlu atasına qarşı üsyan eləyir. Bu üsyanın yatırılmasına digər qardaşlar kömək eləyir ataya. Böyük oğul, yəni Lotar, 1-ci Lotar üzr istəməli olur, lakin imtiyazları əlindən alınır. Bircə İtaliya krallığı, yəni kral titulu qalır, İtaliya krallıq titulu qalır onda. Lakin Ludovik öləndən sonra yenidən mübarizə qızışır. Ciddi
Frank imperiyasını zəiflədən deməli toqquşmalara gətirib çıxarır. Bundan ərəblər istifadə edir. Sonralar həm İtaliyanın cənubunda möhkəmlənirlər, həm Andalusiyada, İspaniyada, Pireney dağlarında artıq aşırlar. Və deməli Ludovik öləndən sonra ki, bu qardaşlar başlayırlar bir-birinə qarşı qanlı mübarizəyə. Yenə də iki qardaş, balaca qardaşlar. Yəni Das Karl kimi tanıdığımız ikinci Karl, Leclos, Charles Leclos və Ludovik de l'Allemagne və yaxud Almaniyalı Ludovik və yaxud Ludovik Deutsch birləşirlər birinci Lotara qarşı. Birinci Lotar artıq görür ki, ona bir zamanlar kömək etmiş Normandiyalılar və yaxud digər vandal xalqlar, barbar xalqlar onu tərk etməyə başlayır. Verdendə 843-cü ildə razılığa gəlməyə deməli razı olur və and içirlər ki, bir-birini bağışlayacaqlar bir adada. Bundan sonra İtaliyanın mərkəzindən, təxminən Roma şəhərindən Papa torpaqları istisna olmaqla bir ensiz zolaq kimi görünən elə Apennin yarımadası İtaliya enliyində bir zolaq düz Niderlanda, indiki Niderland alçaq əyalətlər deyirlər, aşağı əyalətlər, alçaq əyalətlər, Le Pays-Bas və yaxud Niderland alçaq əyalətlər. Alçaq ölkələr, yəni burada hər müxtəlif variantda. Yəni Belgium, Belçika və Lüksemburq da bura daxil idi. Təxminən indiki Almaniya və Fransa arasında kifayət qədər enli bir zolaq. İtaliya enliliyində bir zolaq, yəni şimala qədər 3 yerə bölünür. Deməli, bu olur Lotarın payına düşür. Deməli, birinci Lotar, yəni böyük qardaşın payına düşür. Həmin bu zolaq ortada. Yəni, elə dövlətinin də adı olur Mittelfrankenreich, yəni Orta Frank dövləti və yaxud Frankia Medium, deməli, Orta Frans. Və Das Karl'a düşür indiki təxminən qərbi Fransa, o da deməli, West Frankenreich və yaxud Frankia Occidental. Və Ludovik Almaniya, indiki təxminən Almaniya düşür. Onun da dövlətin əlbəttə ki, uyğun olaraq West Frankenreich və yaxud Ost Frankenreich və yaxud Oriental. Frankia Oriental. Deməli, şərqi Franklar, qərbi Franklar və orta Franklar. Burada bir məsələ yaranır. Bu qardaşlardan hansı imperator titulunu saxlayacaq? Məsələ imperator titulu idi. Və razılığa gəlirlər ki, həmin bu böyük qardaş orta dövlətin qardaşı, sahibi, həm də imperator, yəni xristianların imperatoru olsun, qərbi imperator. İmperator de Louis belə deyirlər və yaxud o imperator de l'Occident və yaxud Occidental. Qərbi imperator titulunu saxlayır Lotar. Lotar özü də artıq ölümünə yaxın bölüşdürür oğulları arasında. Onun da 3 oğlu olur. Ludovik yenə də bir belə əqli xəstə olan balaca oğlu Karl, indiki Fransanın Provence əyaləti var, təxminən İsveç sərhədlərində. Həmin əyaləti verir ona, lakin onu sonra digər bir oğlu Karl öləndən sonra, bu xəstə oğlu öləndən sonra balaca qardaş, ən balaca qardaş, onu deməli Ludovik də götürəcək. Yəni ikinci Ludovik, yəni Lotarın oğlu da bu artıq, yəni baba Ludovik, Lotarın atası birinci Ludovik və Lotarın oğlu ikinci Ludovik. Bu birinci Lotar idi. Və ikinci Ludovik
ulduzu parlayır. Lotarın oğludur. İkinci Ludovik çox ciddi şəkildə bu imperator tituluna layiq şəkildə İtaliya krallığını birləşdirir. Yəni əlbəttə Roma papasının torpaqlarından. Hətta Roma papasının düzdür, kilsəyə müdaxilə eləyir, kilsə ilə bir toqquşması əmələ gəlir. Lakin o ən çox yadda qalır cənubda ərəblərə endirdiyi zərbələrlə, cənubda xilafət ordularını İtaliyanın cənubundan qovmağı ilə tarixdə qalır və belə bir cəsarətli, deməli, xristian, deməli, qəhrəmanı kimi yadda qalır. Lotar öləndən sonra onun oğlu 2-ci Ludovik, 2-ci Ludovik öləndən sonra isə artıq kəsilir. Nəsil kəsilir və burada həm Das Karlın müdaxiləsi, həm də digər bir Berengard adında bir nəfər. Bu Berengard Böyük Karlın oğlu, 1-ci Ludovikin qızının oğludur. Yəni Gizela'nın oğludur. Yəni ki, bu üç qardaş ki, bölmüşdülər deməli, Frank dövlətini. Bu üç qardaşın bacısıdır. Yəni kişi nəsli qurtardı. İndi bacıdan qalan bir oğul Berengard, Worms deməli markqrafı idi. Gəlir İtaliya krallığı uğrunda mübarizə. Əlbəttə elə də uğurlu olmur. Çünki ciddi rəqibləri olur. Elə böyük gücü yox idi. Hətta paralel öz-özünü İtalyan kralı adlandırır. Bir balaca Roma papasını hədələyir, qorxudur. Bu davam edir düz 924-cü ilə qədər ikinci Berengardın və yaxud Bengardın ölümünə qədər, yəni nəvə Bengardın ölümünə qədər davam edir. 924-dən sonra yenə İtaliya deməli zadəganları artıq Roma papasını deməli sui-qəsd eləmək, Roma papalarını öldürmək, Roma papalarından rüşvət vermək və yaxud qorxutmaq, hədələmək, patritsiya deyirlər. Patritsiya dövrüdür. Yəni patritsiyalılar ağalıq edirdilər Roma papasının kilsənin koridorlarında. Kim necə istəyirdi papan danışırdı, papanı istədiyi adamı gətirib papa qoyurdular. Papanı çəkirdi qırağa, bir iki şillə vururdu, bir sözünü keçirdirdi. Yəni belə vəziyyətdə nəhayət Almaniya krallarından, Almaniyanın deməli, əlbəttə ki, bu Almaniyada ilkin orta əsrlərdə möhkəm bütöv krallıq var idi. Bu Fransada buna müqayisədə daha çox parçalanmışdı. Amma orta əsrlərin ikinci yarısı sonlarında yeni dövrə yaxınlaşdıqca biz gözləyəcəyik ki, Almaniya əksinə daha çox xırda parçalanmışdı, nəinki Fransa. Amma orta əsrlərin əvvəllərində bu biraz əksinə idi. Çünki Macarlara, Avarlara qarşı mübarizə Alman qəbilə krallarını birləşdirmək deməli məcburiyyəti, həvəsi yaratmışdı və elə o vaxtdan artıq kralı onlar seçki ilə seçirdilər. Zadəganlar seçki ilə seçirdilər Almaniya krallığında. Yəni həmin o Ludovikin Almaniyasıdır. Yəni Ludovik, Almaniyalı Ludovik ki var idi, oğullardan biri. Onun payına düşən artıq Almaniya adlandırırıq. Yəni Frankiya Oriental, Şərqi Frankiya. Bu şərqi deməli kral Otton gəlib girir 962-ci ildə Romaya, patritsiyalara qarşı mübarizə aparır, patritsiyaların başını əzir və Roma papasında ehtiyacı var belə bir
qorumaya, belə bir gücə və eyni anda həm də Otton çox uğurlu Macarlara və avarlara qarşı çox uğurlu mübarizə aparır. Nəinki dayandırır, avarları ümumiyyətlə Balkanlara qədər sıxır. Bundan əlavə işğallara başlayır almanlar Slavyan torpaqlarını və Slavyanları işğal etdikcə Slavyanları xristianlaşdırırlar. Slavyanları xristianlaşdırdıqları məsələ deməli bu Papa üçün əlbəttə birinci dərəcəli deyildi. Papa üçün birinci dərəcəli onun siyasi hakimiyyətini təhlükəsini təmin edən idi. Çünki həmin dövrdə bir pornokratiya adlanan bir dövr var. Təxminən bir 50 il davam edib 10-cu əsrin ikinci yarısı. Bu müxtəlif papaların sevgililəri var idi, müxtəlif rahibələr, fahişələr var idi və bu fahişələr çox ciddi şəkildə müdaxilə edirdilər kilsənin hakimiyyətinə. İstədikləri sevgililərini papa elətdirirdilər, papaları dəyişirdilər, təzə sevgili tapırdılar, təzə papanı dəyişirdilər, təzə sevgililərini papa qoyurdular. Yəni bu rahibələrin müdaxilə dövrü idi bu. Və belə bir rahat bir dövrdə əlbəttə ki Otton kimi təhlükəsizliyi təmin edən bir hərbi qüvvəyə ehtiyac var idi. Və çox canla başla razılıq verir. Deməli Papa birinci Ottona ki bunu imperator titulunu verir və birinci Ottonun imperator titulunu qəbul etməsi Müqəddəs Roma imperiyasının yaranması tarixi kimi qəbul edilir. Amma məsələ sadəcə bu bayaq ki danışdığım xristian fəlsəfəsindəki imperator titulunun sadəcə coğrafiya dəyişməsidir. Və heç təsadüf deyil ki, Berengard sonuncu əslən İtaliyalı olan ki onun da anası əslində Frankdır. Ludovikin qızı idi, Gisela. Amma yenə də sonuncu İtalyan Appenin yarımadasından olan sonuncu imperatordur. Roma imperatorudur. Yəni Roma və yaxud Frank, yəni Qərb imperatorudur. Qərb imperatorudur. Sonuncu Qərb imperatorudur. Deməli Berengard. Ondan sonra artıq Almanlara keçir.